Bu sualda nə deyir bizə 91-ci sualda diqqətlə qulaq asın. Bax, deyir ki, fx funksiyası 1 və -1 verir. Deyir ki, əgər 1 olduğu halda x daxil 2-yə, əgər -1 olduğu halda x daxil deməliyəm. Əlbəttə bilirik ki, biri rasionel, biri irrasionellər. Düzdürmü? Bax, şərti oxuyuruq. Deyir ki, burada Q və E uyğun olaraq dediyim şərti rasionel və irrasionellər çoxluğudur. Şərt verir bizə. Deyir ki, kosinus 300 dərəcə və çıxılsın sinus 120 dərəcə ifadəsinin qiymətini hesablayın. Bax, gəlin diqqət edək burada məsələnin şərtinə. Burada aldığımız qiymətlər bura üçün rol oynayır. Yəni bununla ifadə edib cavab alacağıq. Aydındır. Bax, kosinus 300 dərəcə. Fikirləşirik. 300 dərəcənin çevirmə tutumunu çevirə bilərik. Onu belə yazırıq uşaqlar. Kosinus 360 çıxılsın 60. Biz onlarda 2 çıxar. 2 də nə edirdi? Dəyişmirdi, adı özü qalırdı. Yəni bərabərdir. Kosinus nəyə? 60-a. Uşaqlar, 300 dərəcə neçənci röbün bucağıdır? 4-cü röbün bucağıdır. Buradan çəkirəm, düşür bura. Kosinus 4-cü röbdə nə alır? Müsbət. Deməyə qarşısına müsbət yazır. Bu məni gözləsin. Bax. Bundan danışaq. Sinüs 120 dərəcə. Onu da elə burada yazdım, sonra silərik. Sinüs 120-nin yerinə nə yaza bilərəm? 90 dərəcə plus, yaxşı. 30, 180 da yazmaq olar, fərq edilməz. Dəyişər 90 da pi bölü 2-də. Dəyişər də. Əlbəttə olar. Kosinus 30. Uşaqlar, 120 neçənci röbdür? İkinci röb. Şərtin özünə baxmalıqda. Yəni 120 dərəcə düşür bura. İkinci röbdə sinüs nədir? Müsbət. Deməli müsbət. Yaxşı. Bax, yadımızda qaldı. Deməli bu oldu. Kosinus 30. Bu oldu. Kosinus 60. Bura qədər aydındır da. Yaxşı, danışma, qulaq as. Biz burada nəyə diqqət edirik? Baxırıq məsələmizin şərtinə. Görürük ki, burada nə var uşaqlar? Bax, kosinus 60-dan söhbət edir bizə. Neçə qiymət alır kosinus 60? Nə alır kosinus 60? 2-də 1. Demək, bu oldu 2-də 1. Onu da belə yazdım. Bax uşaqlar, f2-də 1. Minus. Burada yazıram kosinus 30. Nədir? Köküs böl 2. Burada yazdım köküs böl 2. Bax. İndi görürsünüz bunları. Bu necə ədəddir? Köküs böl 2. İrrasionel ədəddir. İrrasionel ədəddirsə cavab nə olmalıdır bunda? -1. Bu necə ədəddir? Rasionel ədəddir. Demək, bunun yerində nə durmalıdır? 1. 1 çıxılsın -1. Bunlar da müsbət eləyər. Cavab elədik. Aydındır.